Herkese salamlayıram. Değerli dostlar, bildiğiniz kimi İranın durumu çox pisdir. Ekonomi baxımından, güvənlik baxımından. Rejim hədə-qorxu gətirir millətlərə ki, amandır millətlər qalxmasın. Bilir ki, özü ekonomi baxımından çox pis durumdadır. Daha artıq xəlicdən nəft gəlmir əlinə, elə bir nəft satsın, gəlmir və gündə 500 milyon dollarlıq sərmayəni batırır. Rejimin bu başarısızlığı bilir ki, qabağında böyük bir güc və sellər vardır ki, bu sellər hər dəqiqə qalxa bilərlər, boğulan edə bilərlər. Ona görə bu fırtınanın qabağını almaq üçün əlində olan, həbsxanada olan insanları incitmək, qorxu salmağı yolunu tutubdur. Gün yoxdur ki, eşitməyək nesəsini edam eləmir. Bu məsələ Güney Azərbaycan siyasi məhbuslarının da tutur. Güney Azərbaycan siyasi məhbuslarının durumu çox ağırdır. Həm ekonomi baxımından çox ağırdır ki, bilirsiniz, İranda bahalıq, doların 3 qat daha artıq güclənməsi və İranın pulunun dəyərsiz olması bu elə bütün ailələri hamını tutubdur. Özəlliklə zindanların içindəki bahalıq 2-3 qat eşikdən, yəni eşiyə görə daha çoxdur. Bu milli fəallarımızın hamısı tutur. Milli fəallarımızın həm güvənliyi, həm belələrinə böhtanca demək ki, ittiham vurmaqlıq ki, heç vəkil olmadan, düzgün müdafiə imkanları olmadan yanlış və heç inanılmaz bir ittihamlar vasitəsilə İttihat tərəfindən vurulub. Bəziləri evin zindanında 3 ildən çox 4 ilə gedir zindandadır. Bəziləri Təbriz zindanında, Urmiya zindanında. Elə Təbriz zindanından baxsaq, Güney Azərbaycan Milli Hərəkatının liderlərindən Yürüş bəy Mehrəlibəyli yenə də Təhli infiradı zindanda. O zindanda ki, demək, tanınmış Azərbaycan milli fəalı Əli bəy Babayev var, Əyyub bəy Şiri var. Eyni halda bunların yanında elə Azərbaycanın yenə tanınmış vəkillərindən Əbülfəz bəy Rənzibəri vardı ki, təzəliklə bir daha təzədən dərsini sorğuya aparmışlar, danışıq aparmışlar və orada yenə də yersiz, boş söhbətlər, ittihamlarla qarşı-qarşıya gəlir və bunlar çox təhlükəli məsələlərdirlər. İndiki durumda nicranıq, bizim Azərbaycan milli fəallarımızın hamısını nicranıq. Vəkillərimiz elə başda hörmətli Tahir bəy Nəqəvi ki, həm aclıq aksiyalarında çox böyük bir başarılı özünü göstərdi, fiziki çətinlikləri. Onunla yanaşı Məhəmməd Səbah Fəqihi, bu 3 vəkilimiz, yəni Əbülfəz Rənzibəri ilə birlikdə bu 3 vəkilimiz doğrudan bunlar millətimizin vəkilləri ki, rejim tərəfindən tutuklanıblar, canları xətərdədir. İndi bunların bir bölüm dediyim kimi Təbriz zindanında, Əbülfəz Rənzibəri Təbriz zindanında, amma o birisi milli fəallarımız indi evində. Evində bizim çox tanınmış və millətimizin çox sevdiyi Hüccət İslam Əzimi, qədimi vardı. Vədud bəy Əsədi ilə yadınızdadır ki, cismi baxımdan nə qədər çətinliyi var idi. Uşağının da, öz ailəsində çətinliklər var idi. Bununla yanaşı Ayaz Seyfxanla Mahmud bəy Ocaqlı kibirlərinə uzun müddətli belə hökmlər verilibdir. Bunların yanında Azərbaycanın tanınmış siması, rəssam, hünərməndi Murtaza Pərvin şahiddir ki, yenə də evin zindanında. Bunlarla birlikdə Azərbaycanın gəncə tanınmış simalarından Abbas bəy Lisani zindandadır, evin zindanında saxlanılır. Araz Aman, o da elə gənclərimizdən, indi isə yenə də evin zindanında boş-boşa demək ki, iftiralara qarşıdır. Salih bəy Tahir Əfşar Urumiyyədən, amma o da demək ki, evin zindanında gəncimiz, milli fəalımız, tanınmış milli fəallarımızdan, xanımlarımızdan Fatimə xanım Atəşi ki, indi daha 3 ildən çoxdur elə o da zindanda bu töhmətlərə məruz qalıbdır. Əli Xeyricu, Əli Rıza Fərşi, Yusuf Qari, Kərəm Mərdanə və çox-çoxları ki, doğrudan bizim əlimizdə adları yoxdur. Siyasi məhbuslarımızın canı hamısının təhlükədədir, hamısı xətərlə qarşı-qarşıyadılar. Rejim düşünür ki, özünü qurtarmasının yolu budur ki, cəmaatı qorxutsun, siyasi məhbuslarımızı girov saxlayıb əlində. Şəyə hərəkət milli biraz dəbəşsə, biraz qalxsa, öz istəkləriniz isə, nə bilim, kəsər, biçər və təbii ki, kəsib biçməsində əvvəl siyasi məhbuslarını göstərəcəkdir. Amma rejim bilsin ki, bizim millətimizin istəkləri indiki necə göstəribdir, mədəni yollarla çalışır ki, öz varlıqlarını qorusun və güclə millətin əlində olduğu üçün biz ehtiyacımız yoxdur ki, silahı alıraq və rejimlə silahlı döyüşək. Biz milyonlar insanın
ağahlığı, Azadlıq, Ədalət, Milli Hökumət deyərək rejimin bu çirkin hərəkətlərinə qarşı onların meydanda olmaqlıqları bizə böyük bir güvən və umiddir və bilirik ki, zaman yetişəcəkdir ki, bu tamam əzizlərimizi başta elə Yürüş və Mehrəlibəyli olmaqla hamısını azad edəcəklər. Çiyinlərinə millətimiz bunları çıxacaq eşiyə. Biz bunları 57 inqilabda yaşamışıq. Şahın diktatörlüğü nəticə versə, bu rejimin başarısızlıq və çirkin işləri də nəticə verəcəkdir. Yaşasın azadlıq, yaşasın önündə gedən milli fəallarımız ki, illərdir siyasi həbsxanalarda hökumətlə qarşı-qarşıyadılar. Bir də onun imkanları ola bir düzgün vəkil vasitəsilə özlərindən difa edirlər.